gedirlər uzun müddət allergiya müalicə eləyirlər. Amma mədə-bağırsaq həzm sistemindən xəbəri yoxdur. Bu baş ağrısından gedir nevropatoloqa müraciət eləyir. Sən birinci ilk öncə bağırsaqlarını təmiz saxla. İstənilən qadınlar çox sevir. Dəri gözəl olsun, dəri parlaq olsun, şəffaf olsun, ləkəsiz olsun. Nə edəcəksən? İlk öncə bağırsaqlarını təmizləyəcəksən. Sənin gündəlik bağırsaqlarının normal fəaliyyəti olmasa, sən heç bir gözəllikdən danışma. Sorulma prosesi yoxsa saç da tökülür, dırnaq da qırılır. Dəriyə, orqanizmə lazım olan minerallar hardan sorulur? Bağırsaqlardan sorulur. Əgər bunlar sizdə yoxdursa, heç də fikirləşməyin ki, hansısa dərmanı içib bugün yaxşı olacaqsan, 3 gün sonra yenə həmin vəziyyət olacaq. Ona görə ilk öncə baş ağrısı dərmanını içməmişdən öncə birinci bir fikirləş ki, sənin orqanizmində nə baş verir? Hardan bunlar qaynaqlanır? Hardan sənin mədə-bağırsağın xəstədirsə, baş ağrın da olacaq, allergiyan da ola bilər, başqa sancın köpün də olacaq, qəbizliyin də olacaq. Birinci növbədə mən bütün hər kəsə tövsiyə eləyirəm. Uşaqlarınızda da, evdə, ailənizdə də mütləq nəzarət eləyin həzm sisteminə. Həzm sistemi normal olarsa, sizin demək olar ki, hər bir orqanizmanız daha rahat çalışa biləcək.